Necəsiz dostlar? Deməli baxıram, maşallah, ARB televiziyası artıq olub Ailə TV. Mehriban xanım Xalnarova çox güclü aktrisadır və bir insan kimi çox gözəl insandır, amma mən düşünürəm ki, belə səhnələri qəbul etməməlidir. Bu nə deməkdir? Ailə içi məsələləri efirə daşıyırlar. Yəni mən düşünürəm ki, bu Mehriban xanıma gərəksizdir. Nə bilim, kürəkən zəng eləyir efirə, qızından danışır, qız efirə bağlanır, sanki ora mərkəmə zalıdır. Hələ Mehriban xanımın ailə içi məsələləri efirə yansımağı mənə görə yanlışdır. Çünki digər kanalların birində, sosial verilişlərində Mehriban xanım bir ekspert olaraq gələnlərə məsləhət görür, ailə dəyərlərindən danışır. Ailə dəyərlərindən danışan Mehriban xanımın öz ailə içi məsələləri 11 milyon əhalisi olan Azərbaycan ölkəsində artıq hər kəs bilir. Nə gərəyi var? Mən düşünürəm ki, Mehriban xanımın buna ehtiyacı yoxdur. Hər kəsin ailəsində problem var. Hər kəsin ailəsində nidruzumeniya ruslar demişkən var. Mən yaraşdırmıram. Mən Mehriban xanım Xalnarova kimi bir insanın ailə içi məsələləri 11 milyon insanın gözü önündə müzakirə olunmasını istəmərəm. Amma bu mənim fikrimdir.